Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yeni bir kontentlə qarşınızdayım dostlar. Bugün sizlərə təəssüflər olsun ki, PlayStation Plus qiymətləri haqqında məlumat verəcəm. PlayStation Plus'un qiymətləri aranızda bilənlər olar. Qiymətləri qalxıbdır dostlar və bunun haqqında sizlərə məlumat vermək istəyirəm. Təəssüflər olsun ki, hər zaman biz sizlərə faydalı videolar hazırlayırıq və bu videoda təəssüf ki, PlayStation Plus oynayanlar üçün çox pis xəbər verəcək dostlar. PlayStation qiymətləri qaldırdı dostlar. Dostlar, qeyd edeyim ki, PlayStation Plus haqqında məlumatı olmayanlar bu videonun açıqlama bölməsində PlayStation Plus nədir və nə kimi xüsusiyyətlər var onun haqqında məlumatı olan video əlavə etmişəm. Yəni öz videomuzdur, kanalımızın. O videoya keçdirərək baxa bilər. Qısacası sizlərə belə deyim dostlar. PlayStation Plus PlayStation abonelik sistemidir dostlar. Həm oyunları onlayn oynamaq imkanı verir, həm də ki oyun kütüphanəsi ilə, yəni içərisində bildiyiniz kimi 300-400 ədəddən çox geniş oyun kütüphanəsi var. Bu oyunları əldə edərək oynaya bilir. Təbii ki, PlayStation Plus müddəti bitənə qədər oynayırdıq dostlar. God of War kimi, Last of Us kimi məşhur oyunları bu abonelik sistemin içərisində oynaya bilirdik dostlar. Təbii ki, indi oynaya biləcək. Sadəcə qiymətləri qalxıb dostlar. Qiymətlərində kifayət qədər dəyişikliklər olub. Çox uzatmadan keçək komenterimizə və bu qiymətləri sizlərə göstərək dostlar və təbii şəxsi fikirlərimizi sizlərə bildirmək istəyirəm dostlar. Keçdik komenterimizə. Dostlar, keçdik səhifəmizə və PlayStation Plus qiymətlərini, yeni qiymətlərini və köhnə qiymətlərini bu şəkildə sizlərə göstərmək istəyirəm dostlar. Təəssüflər olsun ki, dostlar, aylıqlarına da təsir eləyib, yəni təkcə illiklərinə deyil. Yəni illiklərdə demək olar yarı-yarıya, yəni 50% fərq eləyib dostlar. Dostlar, başlayaq Essential PlayStation Plus paketindən. Yəni Essential ən minimal versiyasıdır. Yəni sadəcə onlayn oynamaq üçün oynayırıq. Yəni bu Essential'ın ən aşağı səviyyəsidir. PlayStation Plus Essential 1 aylıq, köhnə qiyməti 175 TL və yeni qiyməti isə 273 TL olacaq dostlar. Dostlar, mən burada Türkiyə PlayStation Plus üzərindən göstərirəm. Yəni fərqli regionlarda da bu qiymət dəyişkənliyi olacaq. Yəni böyük ehtimal o şəkildə olacaq. Yəni iyun ayın 24-dən sonra hamısına bir-bir baxa bilərsiniz. PlayStation Plus Essential 3 aylıq, köhnə qiyməti 440 TL dostlar. Yeni qiyməti isə 685 TL olacaq dostlar. Və burada Essential'ın 12 aylığı, yəni 1 illiyi, köhnə qiyməti 1400 TL, yeni qiyməti isə 2180 TL olacaq. Bunları dostlar konversasiya eləmək istəyirəm. Buradan google.com-a daxil olursunuz dostlar. Buradan və Azərbaycan manatına konversasiya eləmək. Təbii ki, biz bunu PlayStation Plus abonelikləri biz sizin şəxsi hesabınıza alırıq və bizim müəyyən əziyyət haqqımız var orada. Yəni bunu bilənlər bilir və çox cüzi miqdardadır və biz də məcbur bunun qiymətinə dəyişkənlik göstərməyə məcburiyyətindəyik dostlar. Dostlar, baxın, 175 TL Türkiyə TL-sindən bizim Azərbaycan manatına hesabladıqda dostlar 7 manat 82 qəpik bunun 1 aylığı düşürdü dostlar və 273 TL baxaq qiymətində nə qədər fərq eləyib dostlar. 10 manat 87 qəpik. Arası bir 3 manat falan fərq eləyir dostlar. Bir illiyinə baxaq, 1400 TL köhnə qiymətidir. 62 manat köhnə qiymət dostlar. Yeni qiyməti isə 2180 TL olacaq dostlar. 2180 TL'miz də 97 manat olur dostlar. Hardasa belə deyim dostlar, 30-37 manat arasında fərq var. Baxın, buradan özünüz hesablaya bilərsiniz dostlar. Deməli, keçək indi ekstramıza dostlar. Ekstranın bir aylığı, ekstrada bildiyiniz kimi onlayn oyunlar var. Daha çox oyunlar daha çoxdur. Yəni onlayn oynayan, təkcə onlayn oynayanlar deyil, oyun oynayanlar da bunu alır. 260 TL'dən 405 TL'yə qaldırıblar dostlar. Arasında hardasa biraz fərq var dostlar. Baxın, gördüyünüz kimi yeni qiymətimiz 405 TL bu şəkildə. 405 TL'miz dostlar 18 manata qalxıb bir aylığı. Köhnə qiyməti isə 260 TL'dən 11 manatdan dostlar 18 manata qalxıb bu şəkildə. 3 aylıq qiyməti dostlar 720 TL'dən 1121 TL'yə qaldırıblar dostlar. 3 aylığı 720 TL'miz 32 manat 19 qəpikdir dostlar. Yeni qiymətimiz isə 1121 TL 50 manat dostlar. Hardasa bir 20 manat fərqi var, hardasa 20-21 manat fərqi var dostlar. Bu deməkdir ki, yəni %40%
fərq eləyib dostlar. Yəni yarı-yarıya olmasa da yenə də xeyli fərq eləyir dostlar. 12 aylığı dostlar bu şəkildə 2340 TL-dən 3645 TL-yə qaldırıb eləyəcəklər dostlar. Yəni bu qiyməti, yeni qiyməti bu şəkildə olacaq. Köhnə qiymətimiz 2340 TL-dən 2340 TL bu şəkildə. Köhnə qiymətimiz 104 manat idi dostlar. Bu şəkildə yeni qiymətimiz 3645 TL. 3645 TL. 162 TL. Hardasa dostlar 62 manat fərq eləyəcək. Həqiqətən böyük məbləğlərdir. Keçək Deluxe paketimizə. Yəni bu illikləri xeyli fərq eləyir dostlar. Demək olar yarı-yarıya fərq eləyir. İlliklərinə çox fərq eləyir. Aylıqlarında da hardasa demək olar eyni, belə deyək də dostlar. Aşağı səviyyəsində olan, yəni aylığında da o şəkildədir, illiyində də bu şəkildədir. İlliyində amma çox fərq eləyir. Dostlar, Deluxe paketimiz 305 TL-dən 475 TL-yə qalxıb dostlar. Köhnə qiymətimiz 305 TL idi dostlar və 13 manat 64 qəpik. Yeni qiymətimiz də 475 TL dostlar. 475 TL-miz 21 manat, hardasa yarı-yarıya demək olar fərq eləyir. Deluxe paketin 3 aylığı 830 TL-dən 1292 TL-yə qaldırılıb dostlar. Və 12 aylığı 2740 TL-dən 4266 TL. Dostlar, burada çox fərq var. Baxın, 2740 TL-miz 123 manatdır. Yəni bildiyiniz kimi səhifəmizdə bunu biz alışını eləyirdik. Hardasa 160-165 manat aralığında alış eləyirdik dostlar. Yeni qiyməti isə bu şəkildə 4266 TL olub. Dostlar, 4266 TL olubdur dostlar. 190 manata qaldırılıb dostlar. Qeyd edeyim ki, biz hələ əziyyət haqqımızla bir yerdə, yəni bunu səhifəmizə 165 manat alırdıq. İndi təəssüflər olsun ki, öz qiyməti 190 manat olub. Dostlar, burada bəzi məqamlara sizlərə demək istəyirəm. İndi burada bəzi suallar yaranacaq ki, bizim mövcud abunəliyimiz var. Bunu biz köhnə qiymətinə yüksəldə bilərikmi? Dostlar, açıqcası bunu yoxlamamışam, amma internetdə araşdırdığıma görə olmur. Amma sıfırdan siz indi iyun ayına kimi əgər PlayStation Plus abunəliyi alsaz, bu köhnə qiymətlərdən ala bilərsiniz. Yəni hələ bu qiymətlər qüvvədə deyil. İyun ayının 24-dən sonra qüvvədə olacaq. Yəni bu qiymətlər təzə qiymətlər. Hələ ki köhnə qiymətlərdəndir. Siz bunu köhnə qiymətlərdən hələ ki alış edə bilərsiniz. Burada tövsiyəm nə ola bilər? Təbii şəxsi fikirlərimi deyəcəm dostlar. Tövsiyəm odur ki, yəni bunu bacardığınız qədər 1 illik yüksəldin. Yəni burada əgər ekstra oynayırsınızsa ekstranın 1 illiyinə, Deluxe oynayırsınızsa Deluxe'un 1 illiyinə yüksəldin dostlar. Çünki yeni qiymətlərdə bunun qiyməti artacaq. Yəni siz köhnə qiymətdən yüksəltmiş olursunuz. Ən azı 1 il köhnə qiymətini alıb oynamış olarsınız. Yəni aylıqları çox da, yəni 1 aylıq almağa məna düzdür. Yəni ala bilərsiniz. Yəni ucuz gəlib düşür. 1 aylıq alasınız. Yəni burada vaxt var. Ən azından heç olmasa 3 aylıq alın ki, yəni 3 ay müddətində köhnə qiymətini oynaya bilərsiniz. Əksi təqdirdə iyun ayında bunun qiyməti artacaq, siz bu qiymətdən yüksəltməli olacaqsınız. Yəni bunu indidən yüksəlsəz bu qiymətə yüksəldirsiniz. Yəni vaxtı bitdikdən sonra artıq bu köhnə qiymətdən olacaq. Təəssüflər olsun ki, yəni biz bunun qiymətini qaldırmırıq. Bəzi müştərilərimiz olur və izləyicilərimiz olur ki, elə bilirik biz bunun qiymətini qaldırırıq. Yəni PlayStation Plus-da bəzi məzənnəyə görədir, bilmirəm, yəni dolların qalxmağından olurmu, yəni nə ilə olur bilmirəm, qiymətləri tez-tez qaldırır dostlar, bu şəkildə hər ildə qaldırır. Dostlar, mənim şəxsi fikrimcə bu oyunların qiymətinə təsir edəcək, amma yəni belə deyim dostlar, normal şərtlərdə də bu belə ucuz olanda da oyunların qiymət də qalxırdı. Yəni bundan misal üçün Call of Duty Cold War olsun, fərqli Call of Duty firmaları olsun, qiymətləri onsuz da qaldırırdı. Amma yəni ümid eləyirəm ki, burada ucuz oyunlar var. Bəzi müştərilərimiz alıb oynayır. Yəni ucuz oyunlar var burada. Hansı ki Mortal Kombat kimi, hansı ki Spider-Man kimi, yəni belə alıb oynaya biləcəyimiz yaxşı oyunlar var ucuz qiymətə. Bunların qalxmağını həqiqətən istəmirəm dostlar. Yəni qiymətləri qalxa bilər, yəni şəxsi fikrim. Dostlar, yəni videomuz bu qədərdir. Çox da uzatmaq istəmirəm. Köhnə qiymətdən hələ ki alış eləyə bilərsiniz. Həmçinin qeyd edeyim ki, bu PlayStation Plus alış eləmək istəyirsə və yaxud da oyun almaq istəyirsinizsə, şəxsi profil yaratdırmaq istəyirsinizsə, bu açıqlama bölməsinə Instagram səhifəmizə əlavə etmişik dostlar. Oradan klik edib bizimlə əlaqəyə çıxa bilərsiniz dostlar.
Deməli dostlar, sizin də şəxsi fikirləriniz bizi maraqlandırır. Kommentlər bölməsinə siz nə bu haqqda nə fikirləşirsiniz və oyunların hansı oyunların qiymətinin qalxmağı fikirləşirsiniz? Şəxsi fikirlərinizi kommentlər bölməsinə yaza bilərsiniz. Dostlar, təqdim etdiyi Fikirli kanalı.